Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Əşhədu ən la ilahə illallah vəhdahu la şərikə ləhu və yətəvəlləs salihin. Və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Və sallallahu aleyhi və səlləm və salətə və sələmən daimin mütələzimin ilə yevmiddin. Allahumma ənfa'ni bimə əlləmtənə və əllimni və yənfa'ni və zidni ilmə. Sonra Buxari rahiməhullah yeni bir bab açır. Bəbu zikril ilmi vəl futyan fil məscid. Məscidlərdə elm öyrənmək və fətvalar vermək babı. Məscidlərdə elm öyrənmək və fətvalar vermək. An Abdullah bin Umar bin Xattab radiyallahu anh Abdullah bin Ömərdən gələn hədisdə deyir ki, Ənə rəculən qamə fil məscid. Bir kişi məsciddədir, ayağa qalxaraq dedi, məscidin içində. Yə Rəsuləllah, ey Allahın Rəsulü, min eynə təəmurunə ən nuhillə. Bizə deyir ki, ehrama girməyi nə qadağan edir? Və yaxud nə əmr olunur? Və ya, daha doğrusu, bizə ehrama, belə deyim tam başa düşür, hansı tərəfdən girməyə əmr olunur? Və mənəcə hansı tərəfdən olmaz? Əsas odur, təəmuruna bizə əmr olunur, hansı tərəfdən girmək? Hansı tərəfdən girmək? Fəqalə Rasulullah sallallahu aleyhi ve sellem, Allah Rasulullah sallallahu aleyhi ve sellem dedi, Yuhillu əhlil Mədinə min zil Hüleyfə. Mədinə əhli Hüleyfə tərəfdən girir. Bildiyimiz kimi, həccə gedənlər bilir də, 5 yerdən girişlər var. Hər bölgə o tərəfdən, öz tərəfindən girməlidir. Bizdə, səhv eləmirsə, biz İraq tərəfdən giririk. İraqlılar girən nədir? O vaxt bölgülər var da, o tərəfdən nədir? Giririk. Sonra gətirir ki, deyir, Mədinə əhli o tərəfdən girir. Və yuhillu əhlü Şəm min Cühfə. Şam əhli isə Cühfə tərəfdən girir. Bunlar adlardır, xüsusi giriş yerləridir. Və yuhillu əhli Nəcdi min Qarn. Aleyhisselam. Deyir ki, Nəcd əhli isə Qarn tərəfdən girir. Və qalə İbn Uğra yəz'umunə ənə Rasul səlləm qal yuhillu əhli Yəməni minəl yələmləm. Deyir ki, mən iddia edirəm ki, bax deyirəm bunu deyir, bilmirdim, lakin deyirəm belə, Ömər radiyallahu anh deyirəm belə, yəqin ki, Yəmən əhlidədir, yələmləm tərəfdən girər, deyir. Və qalə İbn Umar yəqul, ləm əfqə hədihi min Rasul və Rasulullah s.ə.v-dən eşitməmişəm, deyir, bunu deyir, post deyirəm, deyir ki, yəni ki, o yəqin ki, onlar da deyir, o tərəfdən girər. Və sonra deyir ki, həqiqətən də o tərəfdəndir və İraq həmən vaxtlar artıq nədir, fəth olunanda, Ömər radiyallahu anh, o Küfə tərəf, fəth olunanda dedilər ki, 5-ci də Küfə tərəf olsun, o da yol qoyurlar ki, nədir, oradan girsin. Ona görə də Məkkəyə, Kəbəyə daha doğrusu giriş, hansı ki, şeyə girirsən ki, tavaf eləyəsən də o tərəfdən ziyarət eləyərsən, hər kəsin, hər bölgənin özünün giriş yeri, tərəfi var. Şeyx Şəfi hədisin dalilu aləl futyan fil məscid və alə suəl-i alim və ləv bisavtin murtəfi məsmu'. Yəni, buradan deyir, dəlildir ki, məsciddə deyir, fətvalar verməyin icazəli olması, hətta deyir, yuxarı səslə. Yəni, götürüb mikrofonla məsciddə danışıb fətva mı dərsin deyə bilərsən. Burada nə deyir? Problem yoxdur. Dəlil vücubil ihləli fi hədihi məvaqid. Və bu da deyir, buradan deyir, dəlillər var ki, ehrama təyin olunan yerdən girməyin vacibliyi. Ehrama təyin olunan yerlərdən girməyin nədir? Vacibliyi.
Li'anna səil qalə min eynə tə'muruna ən nuhillə. Çünki deyir, sual verən deyir, bizə deyir, harda deyir, vacib oldu. Bizə hardan əmr olub girmək? Rasulullah s.ə.v nə deyir? Açıqlayır. Bizə hardan vacib əmr olundu, artıq nəyə dəlalət edir? Vacibə dəlalət edir. ولهذه فتكون في هذه الجملة خبرية اللفظ الإنشائية في معنى أي أنه خبر أريد به الأمر وإهلال هو رفع صوت التلبية في هذه الحديث أن أهل المدينة يهلون من ذي الحليفة. Yəni deyir, orada deyir, yuxarı səslə deyir, təlbiyə edərək deyir, nə deyir? Daxil olursan. Təlbiyə bir istər, məsəl üçün, ümrəyə gedəndə bir ləbbeyk Allahümmə nə? Umrətə. Belə deyil mi? Niyyət edirsən, ləbbeyk Allahümmə umrətə. Sonra nə deyirsən? Ləbbeyk Allahu ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə vəl mulk lə şərikə lək. Bu nədir? Onun zikirlərdir. Və burada nə deyirsən? Ləbbeyk Allahümmə həccə. Həcc. Və eyni zikirlə nə deyirsən? Buna nə deyirlər? Təlbiyə. Təlbiyə. Buna təlbiyə deyirlər. Və deyir, bu deyir, vacib tərəfdən deyir, olan yerlər var ki, yerlər oradan nədir? Daxil olursa. Əlləti yüsəmməl əl-əni Əbiyyar-əl-Aliyi. Həmin Hüleyfə, hansı ki, Mədinələr girir, indi Əbiyyar-əl-Aliyi. Əli yeri, əbli məkan yazılıb deyir, oradan nədir? Girirlər. Və Hüleyfədə təsxirul həlfə və hiyə şəcərətu bəriyyətu mə'rufətun. Yəni deyir, o nədən deyir Hüleyfə adlanır? Həlfənin deyir, kiçildilmiş formasıdır deyir. Tanınmış deyir, ağacdır deyir. Ağac yeridir və onun adında nədir göstərilərək oradan qəbul olurdu. Və beynəhə və beynə Məkkə min 8 ilə 10 mərahil və əbədul məvaqid an Məkkə. Məkkədən deyir, xeyli uzaqdadır, qıraqdaydı deyir o. Təxmini deyir, 8-10 deyir, mərahil. Yəni, mərahil nədir? Minik. Minik deyəndə, yəni məsafə qəsd olunur da. 8-10 o vaxtı nə məsafəsidir, vallahi alim, o vaxt deyir, elə bir məsafədir. O da Məkkədən xeyli nədir, qıraqdadır. Burada hikmət deyir, Allah alim deyir, nədir? Bilmirəm, şeyx gətirir ki, vallahi alim, niyə bir, məsəl üçün, sağ əhli oradan gəlir, Mədinə əhli buradan girməlidir, nəsə, vallahi alim deyir. Bu deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, elə deyir, nə deyir, elə də olur. Ən təqrubə xasaisul beytil həram min xasaisil məscidi nəbəviyyə. Lənnəl ihram min xasaisil beytil həram. Və Hüleyfətu qaribətun min mədinəti hiyə ələ 6 əmyəl, 9 əmyəl həsbü turuq. Vallahu ələm. Yəni, sonra deyir ki, misal üçün, yolla deyir, gəldikdə deyir, əmyəl meyl, yəni o da deyir, məsafədir. Yəni, sonra gətirir ki, bunlar deyir, xüsusi deyir, məsafələrdir və deyir, buradan da deyir, nədir, giriş olmalıdır. Doğrusunu deyir, Allah bilir, bu Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, nədir, dediyi yerlərdir. Məsələn, inşallah ki, Allah sonra nəsib etsin, həccə gedin. Həccə gedəndə görəcəksiniz ki, yəni ki, xüsusi, ümumiyyətlə ki, Məkkəyə girir, belə qapılar olur, çürəkdə durur, hamı belə, şeydən keçirik də, post kimi bir şey. Bax, elə bir şeylərdir, hansı ki, hansı dövlət hardan girməlidir, bütün yollar o tərəfdən gedir. Məsəl üçün, deyək ki, Qazaxıstan, Azərbaycan, Türkiyə, yəni bu tərəfdən getməlidir. Məsələn, hardan? Yələmlədən, Yələmlədən, yəni belə. Deyək ki, o birisi girməli nədir? O birisi tərəfdən. Yəni, ona görə artıq ona uyğun bölünür. Sən özün hiss eləmsən. Yəni, sən ki, girdin, amma ki, orada xüsusi neyinliklər, bölgülər var, bölünübdür. Bu da təbii ki, nədir? Vacibdir. Vacibdir, yəni bu bölgülərin bölünməsi. Hər birisində nə hikmət var? Vallahi alim. Şeyx gətirir 5-ciyə gəldikdə, orada Peyğəmbər 4-ünü deyir, açıqlayır. 5-ciyə gəldikdə, orada deyir, İraq tərəfdir. Çünki deyir, o vaxt deyir, artıq deyir, yeni deyir, fəth olunmuşdur və orayla deyir, işarə olundu ki, o tərəfdə Kufə cəmaatdır və onlar da hansı ki, o tərəfdən gəlsin, Nəcd tərəfdən nə deyir, gəlsinlər. Və sonra şeyx gətirir ki, sual verdikdə cavab verən, sualı verənin sualından çox cavab verməsi.
Əgər sual verirsənsə, cavab verən suala nisbətdə çox geniş şəkildə cavab verməz. Bu da şəriətdə icazə olunması. Yəni bir şeyi təfsilatla, bir şey soruşsansa, yəni ondan 5 dənə olması haqqında cavab vermək. Məsələn, dəstəmazı soruşsan, dəstəmazın növlərini danışır. Bir dəfədə yumaq, 2 dəfədə yumaq, 3 dəfədə yumaq, sünnədə bu, vacibdə bu. Aydın, yəni geniş təfsilatla verməyin sünnədən olması, yəni icazəli olması. Deyir ki, İbn Ömərdən gələn hədisdə bir kişidir, Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşdu. Mə yəlbəsul muhrim. Ehramda olan şəxs nə giyinməlidir? Sual verir ki, ehramda olan şəxs nə giyinməlidir? Deyir ki, lə yəlbəsul qamiz. Fikir versən ki, burada suala gətirdi, mə yəlbəsul muhrim. Hansı ki, sualı inkar kimi verir. Ehrama girən nə geyinməlidir? Nə geyinməlidir? Sual verir. Nə geyinməlidir? Peyğəmbər s.ə.v onun əksini deyir də, bunlar olmaz. Demək, bunlar olmazsa yerdə qalan olar. Məsələn, başa düşdünüz? Yəni, bu cür suallar verilir. Nə geyinməlidir? Demək, sən əksini gətirirsən ki, yəni, doğrusu budur. Məsələn, deyir ki, bu şeylərin nəyi zərərdir? Deyəndə zərər olmayanları deyirsən, yerdə qalan bir ki, nədir? Zərərdir. Yəni, bu qaydadır. Bu da nədir? Həmçin dəvətdə də sualın cavablarında nədir? Peyğəmbər s.ə.v üslublarından idi. Deyir, lə yəlbus qamis. Birinci qamis olmaz. Qamis köynəyi deyilir. Bizim uzun giyinirik. O, ehramda onunla giyinib, gedib, neyə bilməzsən? Həcc əhkamlarını yerinə yetirə bilməzsən. Və lə imamə. Əmmamə. Əmmamə bilsin nədir? Əmmamə də nədir? Olmaz. Və lə səravil. Şalvar da olmaz. Şalvar olmaz. Və lə burnus. Burnus Mərakeşlərin giyimidir. Yəni, bir növ arxadan belə atılan bir şeydir. Atırlar, elə buranı belə bağlayır. Qəribə bir şey, paltar növüdür. O da Mərakeşlərin giyimidir. Bu da deyir, olmaz. Və lə səvbən məssəhul varsu avul zəfəran. Deyir, sarı ağacın, yəni sarı rəngdə və zəfəran rəngində bir paltar da nədir? Olmaz. Əgər deyir, sandal tapmasan ayağına giyinməyə, xuf giyin. Lakin deyir, xufların başını kəs ki, topuqlara qədər nədir? Düşsün. Xuflar o vaxtı dərindən idi, çox hekayədə belə kəsirdilər ki, nədir? Bura qədər, aşağıya qədər nədir? Düşsün. Bu da alimlər arasında ixtilafdır. Bəziləri də israfa gedir, deyir. Orada qəsd başqa şeydir. Onca promo giyinə bilərsən. Bugün kimdir xuf giyinən? Hamı ayaqlarını görür, ziyarət edənlər bilir də. Şimdi oldu istə xuf giyinən. Görürsünüz də nə fərqlidir. Hamı nə giyinir? Sandal. Sandal nədir? Şəpşək. Çəkələk də. Sandal nədir? Ona deyilir. O da olmasa nə ilə gəlsən? Hamı əlini alıb nə edir? Hamı ayaqlarını ziyarət edir. Yəni sadəcə burada nədir? Qaydalardır. Yəni belə şeysən icazəlidir. Yəni sual verilir ki, deyir burada zahirən deyir baxırsan ki, deyir sual qəribə gəlir. Məsələn deyir ki, ehrama deyir nədir? Geyinməməlidir. Geyinilməlidir. Yəni Peyğəmbər nədir? Geyinilməyənləri sayır və yerdə qalanlar nədir? Geyinə bilərsən. Əslində deyir, biz bilirik ki, deyir, ehramda nə giyinir? Rida, izar, bir də nədir? Rida. İzar, rida. Bir üstdən atılır, bir də nədir? Beldən bağlanılır. Burada da artıq nədir? Açıq aydındır. Bunlar deyir, həccin və ya ümrənin nəyidir? Əhkamlarından nədir? Bildir giyinmə qaydası. Bunu yəni ziyarət edənlər nədir? Bilir. فكان جواب الآن عام من السؤال وهذا من حسن تعليم النبي صلى الله عليه وسلم إن أحيانا يذكر الجواب أكثر من سؤال الدعاء الحاجة إلى ذلك. Və deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem bunun geniş şəkildə deyir, nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem ədəbindən idi ki, bunu bu cür nədir? Bildirsin. Sonra gətirir ki,
Sual məsələn başqa bir yerdə gətirir ki, dənizdən dəstəmaz almaq olarmı? Deyir, hə, təmizdir. Yəni onlar nədir? Dəstəmaz almaq olar. Bu cür şeylər nədir? Gətirir. Əsas məsələ nədir? Burada deyir xaşiyə. Odur ki, يدل على أنه ينبغي للإنسان أن يسلك الأقرب الطرق لما يحصل به المقصود لأن النبي صلى الله عليه وسلم اقتصر على يمكن حصره والذي لا يلبس. Və Peyğəmbər sallallahu aleyhi ve sellem burada deyir, elə bir şey gətirdi ki, yəni qısa olaraq fayda. Yəni bu şeyləri giyinmə, yerdə qalan nədir? Giyin. Aha, yəni qısa olaraq gətirdi ki, yerdə qalan nədir? Giyinə bilərsən. Və alimlərdən, fəqihlərdən gətirildi ki, tikili şey olmaz. Tikili, hansı ki, sapla tikilmiş ki, orada xüsusi tikiş yer var. O nədir? İcazəli deyil. Və bəzi alimlərə görə deyil, icazəli o cismə nisbətdədir, baxılır. Cismə, bədən cismə nədir? Nisbətində baxılır. Lakin deyil, əmmamə başlınağı tikişdən ibarət olduğuna görə artıq əmmamə olmaz. Və həmçinin deyir ki, sual verirlər ki, yaxşı, rida və izar, ehrama giribsən, lakin yamaqlıdır. Yamaq olan yerdə tikiş var? Var. Onu deyil, necədir? Şeyx gətirir ki, yəni ki, burada deyil, böyük bir nədir, rol oynamır da. Bu cür şeylərdə artıq icazəlidir, orada özünün asılı deyil. Cırıldı, getdiyin yerdə. Elə bir cırıl, neynəyəsən? Yoxdur, artıq məcbur neyinsən? İstifadə edirsən. Ona görə bəzi hallarda var ki, nədir? İcazəli. Qamisə gəldikdə niyə deyil icazəli deyil? Çünki deyil, o deyil, bədənə giyinmək üçündür deyir. Yəni, bədənə neyinsən? Giyinsən və bədən nədir? Örtü. Orada qəsd bədəni örtmək üçün. Səndə qəsd nədir? Səndə qəsd ziyarətdir. Sən elə bir ki, özünü zəlil hala salmaq üçündür də o şeylər. Orada hədəflər var da. Məsələn, hamının Kəbənin ətrafından düşməsi, eyni rəhdə olması dəlalət edir. Axirət ki, məhşər günü hamının eyni yerə gəlməsini davet edir. Orada nədir? Dəlillərdir. Hər kəs məhşərə doğru gedəcək də, bir yerə doğru gedəcək. Hamı nə olacaq? Lüt olacaq. Eyni şey. Bunlar oradan deyil nədir? İstinbatdır, faydalardır. Və hər şey halqa-halqa olacaq. Bizdə birinci qat açılacaq halqa-halqa, mələklər ikinci qat halqa-halqa. Hamısı deyil, halqa-halqa olacaq. Bu da deyil, nəyə dəlalət edir? Kəbəni fırlanmasına halqasına dəlalət edir. Yəni, burada nədir, nə? Faydalar var deyil, ona görə baxılır deyil. Şalvar deyil, mümkün deyil. Şalvar deyil, o da deyil, bədəni örtən bir şeydir. O da deyil, həmçindir, şortikdir, odur. Bunlarla deyil, talaf olunmur. Yəni, burada qayə itir. Qayə itir, hədəf itir. Və ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem nədir? Bunların hamısını nədir? Qadağa eləyibdir. Bu cür şeylərin giyinməyi nədir? Qadağa eləyibdir. Yaxşı deyil, paltara, zəfəran rəhlə də aydındır, o nəhi gəlibdir yəni onlara. Paltara deyil, ətir vurmaq necə? Rida və izara, ətir vuraraq giyinmək necə? Sual verirlər şeyxə. Ənəhu lə yəlbisu ibtidən və lə davamən. Və alə hədə fələ yutayyibu muhrimu izərəhu və lə ridayəhə lə bilbaqur. Deyil, mümkün deyil, deyil. Ətir, hətta də o tüstüləyən bir ətirlər olur, ondan vurmaq. Heç bir halda olmaz. Ud da olmaz. Niyə? Lə qablə əqdin niyyə və lə bə'də əqdin niyyə. Çünki deyil, niyyətdən də öncə, niyyətdən də sonra deyil, olmaz. Çünki sən deyil, giyindiyin halda, giyinərsən, birdən fikirləşərsən ki, bu görürsən, niyyət etməmişdən qabaq tuxlamışdım, yoxsa sonra oldu. Məsələn, nədir, dəyişdirərsən, fikrin gedər, ondan da həc gedər. Getməsə də nəyə gedər? Günah qazanarsan. Ona görə deyil, bu fəqihlər gətirir ki, deyil, olmaz. Amma bəzi alimlər gətirir ki, ixtilaf olan tərəflər də var ki, həl yəcüz l'insən ən yəlbisə izarən mutayyimə əvdə mutayyimə ən yaxır yaxrum vəl-əqrabu təhrim. Yedi, ən yaxın olan deyir, haramdır. Yəni, ixtilaf da alimlər, ən yaxın olan deyir, haramdır deyir, mümkün deyil, eləməsinlər deyir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem nəhy edibdir. لأنه لا يدلي هذا طيب كان نية الإحرام وبعده وأما البدن فمعلوم أنه يسن أن يطيب المحروم رأسه ولحيته.
Amma deyir, bilirsiniz ki, deyir, başı və saqqalı ətir vurmaq olar. Hansı halda olur? Artıq ehrama girirsən, çimirsəni, vurursan, ehrama girməmişdən qabaq. Ehrama girməmişdən qabaq o cindin, sabunlandın, qusullandın, çıxırsan, onda icazə verənlər var. Sonra ki, ehrama ki girdin, artıq qəti şəkildə nədir? Olmaz. Gətirir ki, وَأَمَّا الْبَدَنُ فَمِنْ مَعْلُمْ أَنَّهُ يُسَنِّنُ أَنْ يُطَيِّبُ مُحْرِمْ رَأْسَ وَلِحْيَةُ. Bildiyiniz bədənə gəldikdə sünnədir ki, saçı və saqqalı eləmək. Yəni, eləmək, tayyib, ətirləmək. Kəmə fəalə Nəbi s.ə.v. Peyğəmbər s.ə.v. deyim, bunu etmişdi. Bunu etmişdi. Bilir ki, niyyətdən öncə, hansı qusullansan, niyyətdən öncə, yəni gedənlər bilir, girirsən, çimisən, orada yəni artıq çıxandan sonra nədir ki, şeyə girirsən, adını sən deyim, ehrama, ondan qabaq olarsa, sonra olmaz. O da nədir? Saqqala, bir də nəyə gəlibdir? Saça, saqqala. Və sonra gətirir ki, bu cür şeylərdir, şalvardır, xüsusi hədisdə gəlibdir, əmmamədir və bunlar da deyir, icazədir. O ki, ümumi gələrək alimlərə ki, İbn Abbas və başqalar ki, وَوَاقٍ مِنْ عَرَفَ أَنَّ كَثِيرًا لَمْ يَسْمَعُ فِي الْمَدِينَةِ لِأَنَّ عَرَفَ اجْتَمَعَ فِي خَلْقٌ كَثِيرٌ مِنْ حَجُّ مِنْ أَهْلِ مَكَّةِ مِنْ أَهْلِ الطَّائِفِ مِمَّنْ لَمْ يَحْضُرْ كَلَامَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْمَدِينَةِ وَلَكَانَ قَطْعُهُ وَاجِبًا لَبَيَّنَهُ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ. Deyir ki, o ki, qaldı xufun deyir, başını kəsməyə, dərinin başını kəsməyə. Bunu deyir, hədis var, lakin deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem bunu deyir, Mədinədə demişdi. Amma şeyə gələndə dedi, problem yoxdur. Nə tərcəli hədisdə deyir, Arafada ki, danışır, Peyğəmbər sünnədəndir. Orada deyir ki, Mən ləm yecid izarın fəliyəbüz səravil və mən ləm yecid nəalin fəliyəbüz xuffeyn. Kimdə deyir, yəni sandal yoxdursa, xuf giyinə bilər. Orada demədi, kəsə bilərsən. Dedi, xuf giyinə bilər. Ona görə deyir, alimlər arasında nədir? Bu ixtilafdır və doğrusunu deyir, Allah bilir. Allah subhanahu bizə faydalanlardan istəyir. Subhanakallahu və bihamdik. Əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.